mən Qədirxum əleyhissalamla bağlı gün gəlir öndə. İstəyirəm o günü elə, bu çıxışımı o günə həsr eləyim və Qədirxumun əməllərini deyim, əleyhissalam haqqında çıxış eləyim. Çünki çox tövsiyə edib bizə Əhl-Beyt o günü. İnşallah indi hədislərdə deyəcəm, görəcəksiniz. Nə qədər mühüm, əlamətdar gündür. Yaxşı. İlk öncə bunu deyim sizə ki, Əmirül-Möminin o əzəmətli şəxsiyyət, birinci imamımız, Allahın təyin etdiyi o Allah vəlisi haqqında imamların, Rəsul-i Əkrəmin müxtəlif sözləri var. Adam o sözləri doğrudan baxanda bu şəxsiyyətin nə qədər əzəmətli olduğunu müəyyən qədər də olsa anlayır. Peyğəmbərdən başlayaq. Görün, Peyğəmbərimiz ümumiyyətlə əleyhissalam necə davranırdı. Buyururlar ki, əleyhissalam özü deyir ki, ən azı gündə bir dəfə görüşərdik Peyğəmbərlə. Ən azı gündə bir dəfə görüşürdük. Amma görüşəndə elə görüşürdülər ki, buyururlar, sanki çoxdan bir-birlərini görmürdülər. Adam bir nəfərdən gözünü yorular, bir həddə qədərdir də. Birinin çox istəyir, 1, 2, 3-də yorulur da, gördüm bəsimdir. O qədər də maraqlı deyil ona. Amma eşq, ilahi eşq olanda insan o tapdığı adamı günbəgün elə bir yeni tapır, yeni kəşf edir. Hər gün yeni Cəmalullah, Cəlalullah seyr edir. Amma yox, məhdud olanda mövzular, baxış, mərifət, adam bir dəfə gördü, 3 dəfə gördü, 4 dəfə gördü, elə tutardı da. Amma Peyğəmbər əleyhissalam Peyğəmbərlə görüşəndə elə bil aylardır, illərdir görüşmürlər. Belə bir dənə təəssürat var idi, ikisində simasında. Çünki kamil insan ümumiyyətlə nümunəsi budur. İnsan kamil insanı tapanda hər gün tapır. Hər gün Allah əsması, adları onu təcəlli eləyir. O bitmir, qutarmır. Hər günü yenidir. Cənnət də belədir də. Cənnət necə olacaq? Darıxar susurda. Bir dənə mənzərəyə gelib 5-10 gün qalırsa, orada nə olsa, gedib evimə işimə. Cənnət də belə olsa, deyərsən, burada nə işimiz var bizim? Yox, hər gün yeni təcəlli, hər gün yeni mərifət, hər gün yeni eşq, hər gün yeni məhəbbət. Bitmir, qutarmır və tükənmir. Yaxşı. Ona görə bir nəfərə deyirlər, eşqin tərifi nədir? Dedi, eşq binəhayət varlığı, binəhayət sevməkdir. Binəhayət varlığı, yəni sonsuz, qeyri-məhdud varlığı, binəhayət sevməkdir. Nə o qutarır, nə sevgi qutarır. Heç onda sən də qutarmırsan, sən də qoşulursan bəqaya. Olursan sən də baqi. Əbədiləşirsən. Bitmirsən, qutarmırsan, tükənmirsən. Yaxşı. Əleyhissalamla Peyğəmbərin siması bu şəkildə. Buyurur ki, hər gün görürdük, hər gün görüşəndə bu şəxsiyyət sanki elə görüşürdü ki, elə bir illərdir bir-birini görmür. Yaxşı. Əbu Zər deyir ki, Kuntu ində Rasulullah zatə yevmən. Bir gün Peyğəmbərin yanındaydım. Fi mənzili Ümmü Sələmə. Peyğəmbərin həyat yoldaşı Ümmü Sələmənin evində. Peyğəmbər orada, mən də oradaydım. Allah razı olsun xanımdan. Əzəmətli xanım olub Ümmü Sələmə. Və Rasulullah yuhaddisuni. Peyğəmbər məndən söhbət edirdi. Xoş olsun da Əbu Zərin halına. Deyib, o danışırdı. Və ənə ləhu müstəmi'. Mən də qulaq asırdım. İz dəxələ Ali ibn Əbi Talib. Birdən Əmirül-Möminin söhbətinin əsnasında girdi içəri. Fələmmə ən bəssurə bihin nəbi. Elə ki, Peyğəmbər gördü, Əli girdi içəri. Əşrəqə vəcuhuhu nurən və fərəxən və surura. Peyğəmbərin üzündən nur saçırdı, deyir. Sevinc, təbəssüm qarışdı bir-birinə. Eşq, məhəbbət, hamısı qarışdı bir-birinə. Vüsal, sevgi qarışdı bir-birinə. Kim gəldi? Əli gəldi. Kimin gəlişinə? Bi əxihi və bini əmmihi. Çünki qardaşı girdi içəri, deyir. Əmsi oğlu girdi içəri. Sümmə zəmməhu ilə sadrihi. Sıxdı Əmirül-Möminini sinəsinə. Qəbbələ beynə
eyneyhi, alnından öpdü, Əmirül Mömindir. Bu görüş, bu Peyğəmbərin sevinci, ümumiyyətlə gələk insanın imamı ilə də ünsiyyəti belə olsun da, imam onu görəndə sevinsin. İmam onu görəndə qəlbi fərəhlə dolsun. Yəni sən varsan desin. Sənin varlığın nəysə dəyişsin, sənin varlığın imam üçün çox əhəmiyyətli olmalıdır. Siz baxın, o kəslər ki, sahabələr ki var, onlar dünyasını dəyişəndə imam, məsələn, Əbülfəsl nə deyir? İmam Hüseyin əleyhissalam, İnkəsərə zəhri, belim qırıldı. Malikəşlər üçün nə deyir? Malik kimisini məgər gördünüzmü siz? Malikin Əliyə nisbəti, Əlinin Peyğəmbər olan nisbəti. Əmmar. Bu sözlər bunlardan. İmamı ilə insanın ünsiyyəti gəlir belə ola. İmamı ilə ünsiyyəti belə ola. Ənəs ibn Malik deyir indi bunu. İndi başqa hədis deyirəm sizə. Bəli. Deyir ki, Ma rəəytu əxədən bi mənziləti Əli ibn Əbi Talib. Mən heç bir səhabəni Əli kimi görmədim Peyğəmbərin gözündə. Heç biri ona çatmazdı, deyir. Burada Malik ibn Ənəs Peyğəmbərin çox olan adamlardan biridir. O deyir. Bunu Şeyx Tusi Əmalidə gətirir bu hədisi. Deyir, Peyğəmbər bir gün gecə xəbər göndərdi mənə, get Əlini çağır. Əli gəldi gecə, hətta sübhəycan qaldılar. Deyir, bu bir dəfə baş vermədi bu hadisələr. Peyğəmbər məsələn Əlini çağırsın, gecə söhbət edəsində. Buyurur, Hazə kənə ləhu ində hətta faraqat dünya. Bu elə hey davam elədi o vaxta qədər ki, Peyğəmbər dünyasını dəyişdi. Peyğəmbərlə Əlinin gecə söhbəti. Nə söhbətlər olub, nə sirlər olub, nə danışıqlar olub. Çünki bəzi mövzuları heç Əmir Möminin bizə danışmayıb. Nə söhbətlər imiş orada. İlahi. Yaxşı. Usul-u Kafidən məlini istəyim sizə. Deyir, mən gedərdim Peyğəmbərin evinə. Peyğəmbər gələndən sonra xanımlarına deyərdi ki, məsələn, siz keçin kənara, bizim Əli ilə söhbətimiz var. Nəyimiz var? Söhbətimiz var. Amma maraqlı budur. Deyir, hamı gedərdi kənara, mənlə Peyğəmbər söhbət edərdik. Amma elə ki, Peyğəmbər bizim evə gəlirdi, bizim evə gəlib çatanda, buyurur ki, həmən evdə ləm təqum ənni Fatimə və la əhədun min bəniyyi. Deyərdi ki, nə Fatimə çıxsın otaqdan, nə Həsən Hüseyin çıxsın otaqdan. Hələ Fatimə də otursun, Həsən də otursun, Hüseyin də otursun. Hamımız oturun, söhbət edək. Bu onu göstərir ki, çünki bəzi mövzular var ki, qarşı tərəf anlaya bilməz. Ona görə xalmağa deyirsiniz, keçin kənar. Amma da Zəhradır o. Zəhra xanım, Allahın o da bir vəlisi, o da bir höccəti, o da bir kamil insan nümunəsi, ali nümunə, əhl-i beytin biri, elmi, Allah elmi, bütün ömrü ilahi, vilayi, imam yolunda keçən şəxsiyyət, Qədirxumun tarixdən silinməsinin qarşısını alan vücud, dinin təhrif olmasının qabağında tək canı ilə dayanan bir ümmət. Zəhra kimdir? O Qədirxumu qoymadı itsin. Ona görə Əmir İmam Zamanın bir sözü var, deyir, anam Zəhra mənə nümunədir. Başa sözü, böyük sözlərdir o sözlər. Deyir ki, yox, xanım Fatimə qalsın, Həsən də qalsın, Hüseyin də qalsın. Deyir, bizə gələndə belə olardı. Mən oraya gedəndə deyərdi, hamı vüzsun tək, bir dənə Əli ilə söhbət edeyim. Yəni, tək Əli ilə ineyim, söhbət edeyim. Bu cür nə? Əmr-ül Möminin bu cür nə idi vəziyyəti? Peyğəmbər ilə can üstündə olanda, Əmr-ül Möminin hey yanında qalardı, bilirsiniz də. Getməzdi kənara. Nəsə xüsusi bir neçə gün keçdi də, məsələn, çətin oldu Peyğəmbər üçün. Axır günləri, məsələn, belə deyək də,
Artıq dünyasını dəyişəcəkdi. Əmrül-Mömin də çətin bu mənada. Peyğəmbər də yanında Əli əleyhissalam qalardı. Müəyyən bir anlar olardı ki, nə üçünsə çıxmalı idi Əmrül-Mömin, neysə götürsün, neynəsin. O anda Peyğəmbər gözünü açsaydı, görsəydi Əli yoxdur, deyərdi, Udu'u li əxi və sahibi. Mənim qardaşımı qardaşımı çağırın, gəlsin bura. Yəni, gözünü açanda Əlini görmək istəyir. Əli ilə həm söhbət olmuşdur. Hətta bir sahabə deyir ki, niyə bu qədər ehtiram edirsiniz Əliyə? Peyğəmbərə deyir. Peyğəmbər buyurur ki, Əli məndən sonra sizin imamınızdır. Quranın müfəssiri, Quranın bəyan edənidir. Əlisiz qalsız, Quranın içində belə ixtilafa düşərsiniz. Quranla ixtilafa düşərsiniz. Əli ixtilafı yığır bir yerə, vəhdətin rəmzidir. Qədirxum o qədər mühüm mövzudur ki, Qədirxum vəhdətin eləyir, təmsil edir. Qədirxum, yəni peyğəmbərlərə qayıdışdır, həqiqətə qayıdışdır, dinə qayıdışdır. Qədirxum bu qədər mühümdür. Siz Əlidən ayrı düşsöz, Allah vəlisindən ayrı düşsöz, elə Quranın özündə ixtilaflar eləyərsiniz. Quranla ixtilaflara düşərsiniz. Bunu Quran da deyir. Yuzillu bihi kəsirən. Quranın bəzi ayələrini oxuyar bəzi insanlar, həmən ayələrlə azar. Düzgün başa düşməz, azar və azdırar cəmiyyəti. Nə qədər belə insanlar özünə Quranı alıb, güya Quran başa düşüb, Quranı istədiyi kimi izah edir. Özünün necə xoşuna gəlir, təfsir edir. Özünün necə istəyir, təfsir edir, yəni. Yatır, durur, məsələn, deyirəm, ağla bir şey gəlir, deyir, bu belə olmalıydı, bu belə olmalıdır. Bəzən də xoşuna gəlir, deyir, maşallah da bu danışır nəsə. Çünki nə imamətdən, həqiqətdən uzaq düşməkdir. Kökü budur. Başa düşürsünüz. Çünki həsbuna kitabullah var, kitab bizə yetər, bu kifayət eləmir, yox, yetməz. Neçə ayə deyə bilərəm sizə? Allah Teala buyuruyor: "Emmellezine fi kulubihim zeyg feyettabiun ma teşabehe minhu ibtiga'el fitne." Bəziləri Quranın ayələri ilə fitnə fəsad yaradarlar. Yaxşı. Niyələr? Fitnə fəsad yaradarlar. Quran ayəsi ilə. Ona görə Allah Teala Quranda buyuruyor: "Enzelnahu ileyke lituhricen nase minez-zulumati ilen-nur." Biz sənə Quran nazil eləmişik, deyil mi? Quran insanları zülmətdən nura çıxartacaq. Deyil, sən çıxartacaqsan insanları zülmətdən nura. Sən olsun Quran vasitəsilə insanları zülmətdən nura çıxardarsan. Quran təkcə qalsa ortada, hərə bir cür ixtilaf, fitnə həmən Quranla azar və cəmiyyəti azdırar. Ona görə əsalət kimdir? O Allah vəlisi. O həm canlı yeri gələni qurban verir, həm bəyan edir, həm izah edir. Aşırı nə idi? Aşırı Quranı qorumaqdır da. Yaxşı. Ya başqa ayə deyimsə, vəttəbiyo nurəl-ləzi mə'hu. Deyir, tabi olun o nura, nurdan məqsəd Qurandır. O nur ki, Peyğəmbərlə birgədir. Əsaləti Peyğəmbər qoyur, deyir, nur Peyğəmbərlə, demir Peyğəmbər nurladı, Quranladı. Deyir, Quran Peyğəmbərlədir. Yəni, Quranı natiq Quranın əlinə verməsən, Quran-ı Kərimi natiq Quranın əlinə verməsən, natiq Qurandan uzaq düşsün, bəziləri Quranı nizəyə taxar, Allah vəlisi ilə üzbəüz dayanar. Hətta bəziləri Quran ayəsindən istinad edib, Allah vəlisini Qədr gecəsində gəlib, Allah evində qətlə yetirər. Həmən Quran ayələrini istinad edərək. Hətta bəzi insanlar da o şəxsiyyəti tərif edər. Siz elə bilirsiniz, İbn-i Mülcəm haqqında bilirsiniz nələr yazıblar tarixdə. Şairlərin bir qismi şeir yazıb, mədh edib. Bəzi balalarının adını İbn-i Mülcəmin adını qoyub. Ki, böyük bir şəxsiyyətdir. Bu vəziyyət budur. Allah vəlisindən uzaq düşmək budur da. Ona görə Peyğəmbər deyir ki, yolundan uzaq düşmək. Ona görə Qədirxum biz danışanda, deyirlər, siz elə gedib çıxırsınız 14 əsr bu tərəf, 14 əsr dövrə. Əlidən uzaq düşmək, məktəbdən uzaq düşməkdir, məarifdən uzaq düşməkdir.
Əhl-i beytdən, İslamdan uzaq düşməkdir, həqiqətdən uzaq düşməkdir, nübüvvətdən uzaq düşməkdir. Məsələ bu qədər mühüm. Peyğəmbər deyir, bunun əhəmiyyətini çatdırmaq üçün nə nöqtələr olub həyatda, tarixə baxın. Deyir, Peyğəmbər Əmirül-Möminin məsələn, müəyyən bir məsələ ilə bağlı ezam göndərir, filan yerə, iş tapşırır, gedir, gedəndə biraz gözləyir ki, gəlsin, məsələn, biraz gecikirmi deyə, gəlməyib, hələ çatmayıb Əmirül-Möminin. Peyğəmbər üzü qibləyə dayanır, və huvə rafiyun yədək, əlini qaldırır göyə, deyir, Allahümmə la tumitni, hətta turiyəni əliyyən, əlini göstərməmiş mən öldürmə. Bəh, bəh. Adam can üstə deyəcəyə yaxşı duadır da, adam deyək ki, bizə də əlini simasını göstərməmiş neynəmə, öldürmə və yaxud imamı mənə göstərməmiş öldürmə. Canımı alma. Hətta bir yerdə gördüm Peyğəmbərin duasıdır, o Quranda ayət, la təzərni fərdən, mənə tək qoyma. Mənə tək qoyma. Allahümmə bərrid, İlahi, bərrid kəbidi, Allahümmə fərric həmmi və bərrid kəbidi bi xəlili Ali ibn Əbi Talib. İlahi, qəlbimə sərinlik ver, qəmmi, qüssəmi apar, məni sevindir, dostum, qardaşım, əzizim Əli ilə. Əli ilə, bəh, bəh. Maraqlıdır, Qədir-Xumda bilirsiniz də, qardaşlıq deyirlər, əqidə oxunsun. Yəni, bir-birimizə qardaşlığımızı, dini dərinləşdirin də deyirlər. Həm əqli, həm qəlbi qardaşlıq yaransın, deyir. Peyğəmbər də bunu eləyir bir yerdə, sahabələrin bir neçəsini bir-birinə qardaş eləyir. Bu hadisə Kəşfül Qummədədir. Deyir ki, sahabələr qardaş eləyir, Əmirül-Möminin qalıb. Əleyhissalamı qardaş eləmir. Fəqalə Əliyyun, Əmirül-Möminin dayandı, axırda gördü, yəni Peyğəmbər onun qardaş eləmədi heç kəslə. Zəhəbət ruhi və ingətə'əz-zəhri hini rəaytukə fəəltə bi əshabikə ma fəəltə qeyri. Ma fəəltə qeyri. Deyir ki, ya Rasulallah, sana qurban olum, ruhum sanki bədənimdən ayrıldı. Belim sanki sındı. Baxdım, gördüm, hamını qardaş edirsən, mən qaldım. Cavab da arxasına baxın. فَإِنْ كَانَ هَذَا مِنْ سَخَةٍ عَلَيَّ فَلَكَ الْعُتْبَ وَالْكَرَامَ. Ağacan olmaya bir səhvim var, xətam var, nöqsanım var, müşkülüm var. Niyə görmə qardaşım? Demir, bax, danışığına qurban olun. Demir də, niyə eləmirsən belə? Özünə qaydır da Əmirül-Möminin. Ya Rasulallah, bəli, nə müşkülüm var mən? Müşkülüm varsa, deyilən, o həll edeyim, sənə qurban olum. Hamını qardaş öldüm, mən qalmışam. Peyğəmbər buyurdu, vəlləzi bə'səni bil-haqq. And olsun məni göndərən Allaha. Ma əxxərtukə illa li nəfsi. Səni özüm üçün saxladım. Səni özümlə qardaş edirəm. Ma əxxərtukə illa li nəfsi. Fəəntə minni bimənziləti Harun min Musa. Sən mənə nisbətin Harunun Musa'ya olan nisbətidir. İlla ənəhu la nəbiyyə bə'di. Sən Peyğəmbər deyilsən. Əntə əxi və varisi. Sən mənim varisimsən və qardaşımsan. Qədir-Xum günü qardaşlıq əqdi yaxşıdır. Diqqət elədiniz. Bu Əmirül-Möminin dərdi, o da Peyğəmbərin cavabı. Daha dəqiq desəm, o Əli əleyhissalamın yanışması, bu da Rəsul-i Əkləmin baxışı. İkisi də bir yəni tamamlayır. Hələ bunlar ikisi bir-birinə can olmağa daha layiqdir, düzdür. Ya deyirlər, bir gün Əmirül-Möminin xəstələnmişdi. Möhkəm xəstələnmişdi. Peyğəmbər də yanından keçmədi kənara. Hey, qaldı o gecəni onun yanında. Daimdir Əmirül-Mömininə baxırdı, üzünə baxırdı. Yəni, su istəyər, su, kömək eləsin, nəsə lazımdırsa. Yaxşı. Və həmən deyirlər, sübh idi, Peyğəmbər deyir, buyurdu ki,
Ma səəltu Rabbi şeyən illə ətani. Mən Allahımdan nə istəmişəmsə verib. Və mə səəltu şeyən illə səəltu lək. Əli can, özüm üçün də bugün necə nə istədim, sənin üçün də istəmişəm. Bu şəxsiyyət əmirül müminindir. Diqqət edirsiniz. Belə bir şəxsiyyət. Ona görə Rəsul-i Əkrəm buyurdu, elə Peyğəmbər haqqında, daha doğrusu Əli əleyhissalam haqqında dedi, ya Əli, mən qətələkə, bu Şeyx Səduqun əmalisinidir, ya Əli, mən qətələkə fəqət qətələni, səni öldürən məni öldürüb. Yəni, əşraful kainatı öldürüb də. Təzəvvürsən, Nur-u Muhammed, İlk yaranan Peyğəmbərdir də. Bütün külli aləm sanki, belə deyək də, feyz məcrasıdır da, düzdür. Külli aləm də sanki, bütün xilqət ona bağlıdır da. Onu öldürmək, sanki xilqəti neyləməkdir, qətlə yetirməkdir. Xilqətin özünü qətlə yetirməkdir. Deyir, Əlini də öldürmək, məni öldürməkdir. Bilirsiniz nə deməkdir bu söz? Əli əleyhissalam öldürmək məni. Mən əbəğəzəkə fəqət əbəğəzəni. Kim səni qəzəbləndirsə, məni qəzəbləndirim. Mən səbbəkə fəqət səbbəni. Kim səni söysə, təhqir eləsə, məni söyb. Lənnəkə minni kənəfsi. Çünki sən məndənsən. Kənəfsi. Mənim canımsan. Ruhukə min ruhi. Ruhun ruhumdur. Tinətükə min tinəti. Canun tinətün tinətim. Sən elə mənsən də. Böyük sözlərdir bu sözlər. Amma bir dənə də inşallah sizə İmam Hadinin ziyarətnaməsini oxuyuram. Ki, İmam Hadidən bir kəlmə deyim. Allahın lütfü ilə. Görün, İmam Hadinin bir ziyarətnaməsi var. Tapsız onu oxuyun. Əli əleyhissalam haqqında. Gəlir deyir ki, Əssəlamu aleykə ya əmirəl müminin. İmam deyir imam üçün. Ey möminlərin əmiri, salam olsun sənə. Seyyidil vəsiyin. Ey vəsilərin seyyidi, salam olsun sənə. Varisə ilmin nəbiyyin. Bütün peyğəmbərlərin elminin varisi, salam olsun sənə. Adəmdən ta xatəmə olan məlumat yığışıb qəlbindədir bu şəxsiyyətin. Rəsul-i Əkrəmin o tələbəsinin. Salam olsun sənə. Esselamu aleyke ya emirel müminin. Esselamu aleyke ya dinallahil qavim. Ey dinin özü ve siratəhəl müstəqim. Ey siratəl müstəqim. Esselamu aleyke eyyuhən nəbə'ul əzim. Ey böyük xəbər, ey əzəmətli xəbər, salam olsun sənə. Ey əzəmətli mövzu, salam olsun sənə. Əşhədu ennək əl-mə'niyyü bi qavlil əzizir rəhim ennə hadı sirati müstəqimən fəttəbiuhu. Mən şəhadət verirəm ki, Qurandakı ayə var, Allah Teala buyurur ki, bu mənim siratımdır, yolumdur, o yolundan gedin, həmən yol sənsən, Əli. Həmən yol sənsən, Əli. Məsumların sözlərini maraqlıdır. Mövlaya, mən Mövlam. İmam Hadi deyil, İmam Əli. Mövlaya, mən Mövlam. Əbəl-Fəzl İmam Hüseyin üçün deyil. Fəzlükə la yəxva. Sənin fəzilətün gizli qalmaz. Nurukə la yutfa. Nurun heç vaxt sönməz. Əli nuru sönməz. O deyirlər, Quranda ayə var, istəyirlər Allahın nurunu söndürsünlər. Üfürürlər ki, sönsün. Üfürün. Üfürmə ilə günəşi söndürə bilərsənsə. Əli nuru sönməz. Ola bilər, müəyyən bir nəsə hadisələr olar həyatda, demirəm ki. Batil, yanlış, təbliğatlar. Amma nur sönməz valla. O nurun zəmanəti Allahdır. Tohidə gedib dayanıb məsələ. O nur sönəndir. 70 illər minbərlərdə lənət deyiblər. Olmayan sözü deyiblər. O nur sönməyib. Yenə sönməyəcək. İnnə mən cəhədəkəl zəlum vəl-əşqa. Səndən üzbəüz duran zalimdir, bədbəxtidir. Mövlaya, əntəl hüccə aləl-ibad. Sən bütün bəndələrə hüccətsən. Vəl-hadi ilə-rəşad. Sən hidayət edirsən cəmiyyəti, bəşəriyyəti. Vəl-uddətu lil-məad. Ağa deyir, İmam Hadi deyir, deyirsən mənim axirətimin
ehtiyatısan, zəxirəsisən, sərmayəmsən, sənə olan məhəbbətim, eşqim, sənin yolunu ki gedirəm, bilirəm ki, bu mənim əlimdən tutacaq. Zəxirəm budur, ehtiyatım budur, hər neyimsə varsa budur, hər şeyim budur. Yaxşı. Sən mənim hələ hər şeyimsən. Sonra orada gəlir, hətta mən ziyarətnamədə Əmmarın adını çəkir. Dəhşət deyə Əmmarın adını görür, imam gətirib, öz ziyarətnamə için atıb. Deyir, sən o kəssən ki, Əmmar deyir, sənin qoşununda sıffeynə, deyirdi, ər-rəvah iləl cənnə, deyirdi ki, qoşun əliyə cənnətə girin. Əmmar öldürürdü özündə, belə deyirdi, o qədər çıxış edirdi ki, hara geyirsiz, əli cənnətdir, cənnətin özüdür, gəlin cənnətə. Deyir, oradaydı, bir yerdəydi ki, Əmmar gəldi, yetişdi bir yerə ki, deyirlər, su istədi, gətirdilər, bir süd verdilər, su ilə qarışdırıb südü verdilər. Onu götürəndə dedi, Allahu Əkbər, Əmmar dedi. Əmmar nə oldu? Dedi, Peyğəmbər demişdi ki, axırıncı ağzıqən bu olacaq. Bunu içdimsə, deməli şəhid olmalıyım. Orada da şəhid olur. Allahu Əkbər. Peyğəmbər özü deyir. Hətta həmən ziyarətnamədə imam Əbu Zəri öldürən şəxsə lənət oxuyur. Gör, kimdir Əbu Zər? Daha doğrusu, Əmmar, görün Əmmar kimdir? Əmmara lənət oxuyana nə edir? Mən Əmmar deyirdim də bir yandan. Deyir ki, Allahın lənəti olsun Əbil Adiyəyə. Əbil Adiyə öldürüb orada onu. Lənətuhu və lənətu mələikətihi. Mələklərin lənəti olsun o Əmmarı öldürənə. Və rusulihi əcməyin, bütün peyğəmbərlərin lənəti olsun Əmmarı öldürənə. Allahu Ekber. Əmmarı öldürməyin bir nə qədər təsiri var, bir insanın vücuduna bax. Bütün peyğəmbərlərin lənəti olsun Əmmarın qatilinə. Görünə, Əmmar kimiymiş ilahi? Allah. Nə deyim, Allah, bu sözlər üçün mən. Adam aciz qalır. Sözlər içində itirəm, batıram. Adam özün gücündən tapır, çıxardır. Daha belə, yaxşı, bu Əli idi. Bir iki kəlmələr deyim, axırda bir dənə Qədirxumdan bir iki kəlmələr deyim sizə ki, nə inəyəcəksiniz, o əməlləri deyəcəm sizə. O əməlləri deyəcəm sizə. İmam Kazımdandır hədis. Deyir, İmam Kazım 7-ci imam deyir, Əleyhisselam üçün deyir, İmami və hüccəti və urvəti və sirati və dəlili. Sən mənim imamımsan, sən mənim hüccətimsən. Sən Allahla mənim aramda bir ipsən. Sən mənim üçün siratsan. Sən mənə yolsan. Əli. İmam Baqir İmam Səccadla, İmam Baqir atam İmam Səccad əlimdən tutdu. Bir yerdə getdik daha doğrusu. Gizli idi onun Əmirül-Möminin qəbri bir müddət. İmam Sadiq dönəmində təxminən açıldı. Amma biz yerini də atam, babalarım bilirdi də. Yəni imamlar bilirdi. Getdik bir yerdə, atamla getdim. İmam Baqir deyir. Gəldi çatdı, imam deyir o Əleyhisselam qəbrinə. Dedi, Əssəlamu alə əbil əimmə. İmam Səccad dedi, ağladı. Dedi, imamların atası olan Əli, salam olsun sənə. Əntə vəsiləti ilə Allah. Sən mən vəsiləmsən, vasitəmsən Allaha. Zəriəti iləyhi. Allah. Orada dayanıb bu cürünə danışır. Və gəldim, çatdım Qədirxum. Qədirxum günü çox mühüm gündür. Yaxşı keçirdin o günü. Çox böyük bayramdır. Peyğəmbər buyurur ki, bunları inşallah qulaq asın, bir həftə içində tez qabaqcadan dedim ki, bunları paylaşarsınız, qoy eşitsin cəmaat, o günü bayram eləsin. Əməllərini də sizə deyirəm Qədirxumun. Buyurur Peyğəmbərimiz ki, Yevmə Qədirxum əfzəlu əyadi ümməti, ümmətimin ən fəzilətli bayramıdır, ən üstün bayramıdır. Huvəl yevmulləzi əmərənillah fihi binəsbi əxi Ali ibn Abi Talib aləmən li ümməti, yəhdunə bihi bə'di. O gündür ki, Allahın Rəsulü təyin elədi Əleyhisselamın imamətini həmən günü. Və huvəl yevmulləzi əkməlallahu fihi din. O gün din kamilləşdi. Allah neyməti o gün tamamladı və Allah dindən o gün razı qaldı. Bax, bu dindən. Yaxşı, bu bir söz. O gün əməllərindən biri oruç tutmaqdır. Oruç tutmaq. Hədis İmam Sadiqdəndir. Kim o günü oruç tutsa, bərabərdir nəyə? Elə bir bütün ömrüvü oruç tutmusan. Bütün ömrüvü oruç tutmusan və yaşamısan və oruç tutmusan.
70 il yaşayacaqsa 70 il oruç tutmusan. O bir günə həmən o 70 illəri verərlər. Bu bir məsələ. Buyurur ki, So'mə yevmi qədiri xummin kəffarətu sittinə sənə. O günün orucu bərabərdir 60 ilin günahının kəffarəsinə. Bu qədər gücü, qüdrəti var. Bağışlanmaq istəyənlər o gün orucundan möhkəm tutsunlar. O gün orucu. Bu iki. Yaxşı. O günün əməlləri. O gün əməllərindən deyəcəm sizə neyim. Amma savabını sizə deyirəm. Əgər bir insan o günü bir iş görə İmam Sadiq əleyhissalamdır. Nandı hədis. İnnəl əmələ fi yevmi qədir. Fi yevmil qədir. Buyurur ki, ya'dilul əməl fi səmaninə şəhra. O günün bir əməli 80 ayın əməlinə bərabərdir. 80 ay. Bu bir məsələ. Yaxşı. Bu da bir. Orucun dedim, əməlin dedim, ən gözəl bayramdır, ona dedim sizə. O günün əməllərindən biri nədir? İt'am eləməkdir, yedirtməkdir. Süfrə açasan, qonaqlıq verəsiz. Hədisdə var, mən ətəmə mu'minən. Kim bir nəfər bir süfrə aça, bir yığa, Allah dostlarım bir yerə. Əleyhissalam sevdalılarını bir yerə, əhl-i beyt sevərləri, iman əhlini bir yerə. Kəmən ətəmə cəmi'əl ənbiya və siddiqin. Elə bir süfrə açıb, 124 peyğəmbərin hamısı orada əyləşib. Əgər kim sizə 124 peyğəmbəri qonaq eləsin, bismillah. Buyurun, o gün qədir-xum bir süfrə aça bilərsiniz. Süfrələr açın. Niyə bunu tapşırıblar? Xüsusi bayram abu-havası yanansın. Cəmaat o günü bayram kimi hiss eləsin. Və mən İmam Rızanın da sözünü deyirəm sizə. İmam Rıza özü o tuzda olanda bayram kimi keçirirdi. İnsanlara hədiyyə verirdi. Hədiyyə verir, bilirsiniz, hədiyyələr də verin. Və İmam Rızanın tapşırıqları deyir, xoş üzlə bir-birinizlə görüşün. Dostlar, qardaşlar biri digərini, xanımlar biri digərini ağuşuna alsın, bağrına sıxsın. Qardaşlar biri digərini öpsün, xoş üzlə görüşsün, bir-birinə təbrik desin. Danışanda bir-birinə təbəssümlə danışsın. Hətta hədiyyə almaq istəyirsə ailəvizə yaxşı gündür, imamımıza tapşır, ailəvizə, balalarınıza hədiyyə alın, süfrə açın ailəvizə. Ailəvizlə oturun. Hətta şairlərə deyil, şeir yazın, əllələ salam, mədh eləyin. Şairlər eşitsin məni. Qədir-xum günü inşallah əllələ salam bir mədh edərə bir şeir yazın. Və o günün əməlləri də bu qədər inşallah. Mən də dua eləyin. Mən də sizi dua eləyirəm da mən bugün o nəfsin tuğyanını saxladım ki, biraz Əmirül-Möminindən danışım ki, bir neçə gün bu yayılsın ki, dostlardan xahiş edirəm bu mövzuları yayın ki, qoy eşitsinlər və bayram bir abu-havası yaransın Qədir-xumda, Qədir-xum günündə. Allah bizi Həzrəti Əmirül-Möminindən ayrı salmasın inşallah.